Hər kəsə salam, mən Minura İsmayılzadə. Sıfırdan riyaziyyat dərsləri seriyamın artıq 4-cü videosudur. Bugünkü videomuzun mövzusu əbob və əkoba aid məsələlərdir. Biz bugün əbob və əkobun tətbiq olunduğu misallara, məsələlərə baxıb öyrəndiklərimizi necə istifadə edəcəyimizi öyrənəcəyik. Onu da qeyd edim ki, testlərin bəziləri 6-cı sinif məktəb dərsliyindən, bəziləri isə test topusundan götürülmüşdür. Elə isə çox vaxt itirmədən sualları işləməyə başlayaq. Mən şərtləri birinci səsləndirib, sonra isə həllərini izah edəcəm. Birinci sualımızın şərti belədir ki, A və B ədədləri qarşılıqlı sadə ədədlərdir. Aşağıdakıları təyin edin. İlk öncə misalların şərtini köçürəcəm, daha sonra isə birlikdə həllərinə baxacağıq. Şərtdən də məlum olduğu kimi A və B ədədləri bir-biri ilə qarşılıqlı sadə ədəddir. İlk öncə qarşılıqlı sadə ədədlərin şərtini xatırlayaq. A və B ədədi qarşılıqlı sadə ədəddirsə, bunların əbobu 1-ə bərabərdir. Əkobu isə bu ədədlərin hasilinə bərabərdir. Bizdən də əbob soruşulduğu üçün A və B ədədinin əbobu 1-ə bərabərdir. Keçək ikinci suala. İkinci sualda isə A və B ədədinin əkobunun tapılması tələb olunur. Və biz bu qaydanı da öyrənmişdik ki, iki qarşılıqlı sadə ədədin əkobu onların hasilinə bərabərdir. Yəni əkob AB, A vurulsun B-yə bərabərdir. Cavab AB. Keçək növbəti suala. Bundan öncəki suallarda əkob AB və əbob AB-ni bildik. Əbob AB bərabər oldu 1-ə, əkob AB isə A ilə B-nin hasilinə. Bu sualda isə əbob AB vurulsun əkob AB-nin hasilini tapmaq tələb olunur. Yəni 1 vurulsun AB bərabərdir AB-yə. Cavab A vurulsun B. Növbəti misala baxaq. İndi isə bizdən əkob AB və əbob AB-nin cəmini tapmaq tələb olunur. Bundan öncə biz hesablamışdıq ki, əkob AB bərabərdir A vurulsun B-yə, əbob AB isə 1-ə. Yəni cavab AB üstə gələk 1. Keçək növbəti suala. Növbəti sonuncu sualda isə bizdən soruşur ki, əkob AB bölünsün əbob AB cavab neçə eləyər? Biz öyrəndik əkob AB A vurulsun B-yə, əbob AB isə 1-ə bərabərdir. Yəni cavab A vurulsun B-yə bərabərdir. Son olaraq onu da qeyd edim ki, bu şərt yalnız A və B qarşılıqlı sadə ədədlər olduqda ödənilir. Yəni A və B ədədi qarşılıqlı sadə olmasa, biz bu sualları bu cür yox, başqa cür həll edəcəkdik. A və B ədədləri qarşılıqlı sadə ədəd olmasaydı, biz bunları əbob və əkobun vacib düsturlar bölməsində paylaşdığım düsturlarla işləyəcəkdik. Həmin mövzunu isə bundan öncəki videonun son hissəsində paylaşmışam. Əgər maraqlıdırsa, o videoya baxa bilərsiniz. Növbəti sualın şərtində bizə verilib ki, M ədədi N ədədinin bölünənidir. Burada diqqət eləmək lazımdır ki, M bölünən, N isə böləndir. Bu bizə çünki misalları həll edən zaman lazım olacaq. Baxaq, bu şərtə görə bizdən nələr soruşulur? Biz bu qaydanı da öyrənmişdik ki, əgər bir ədəd o birinin bölünənidirsə, bölünən ədəd bu ədədlərin əkobu, bölən ədəd isə bu ədədlərin əbobudur. Bizdə M bölünən, N isə bölən olduğu üçün bu ədədlərin əbobu, yəni ən böyük ortaq böləni N-ə, əkobu, yəni ən kiçik ortaq bölünəni isə M-ə bərabərdir. Əbob bölən, əkob isə bölünəndir. Əbob və əkobun neçə olduğunu, daha doğrusu hansı ədəd olduğunu tapdıq. İndi isə bu misalın digər suallarına baxaq. Bizdən əbob və əkobun hasilini tapmamız tələb olunur. Biz öyrəndik ki, bu iki ədədin əbobu N-ə, əkobu isə M-ə bərabərdir. Bunların hasili isə N vurulsun M-ə bərabərdir. Növbəti suala baxaq. Əkob və əbobun cəmini soruşur. M üstəgəl N. Növbəti sualda isə əkob bölünsün əbobu soruşur. M bölünsün N-ə bərabərdir. Sual belədir ki, N-in hansı qiymətində əkob N10 bərabərdir 10 olar? Biz öyrənmişdik ki, əgər əkob N10 10-a bərabərdirsə, deməli N onun böləni olmalıdır ki, bu ədədlərin əkobu 10-a bərabər olsun. İndi isə baxaq, hansı ədədlər onun bölənidir, yəni N-in yerində hansı ədədlər olsa bu bərabərlik doğru olar. Onun bölündüyü ədədləri yazıram. 1, 2, 5 və onun özündə yaza bilərəm. Deməli N 1, 2, 5 və 10 olarsa, bu bərabərlik doğru olar. Sualın şərtində verilir ki, əkob AB bölünsün əbob AB bərabər 5 olarsa, A və B ədədlərinin ortaq olmayan vuruqların hasili, yəni C, nəyə bərabərdir? Biz isə öyrənmişdik ki, ədədlərin əkobu onun əbobuna bölündüyü zaman alınan ədəd, elə bu ədədlərin ortaq olmayan vuruqların hasilinə, yəni C-yə bərabərdir. Əgər əkob bölünsün əbob 5-dirsə, C də bərabərdir 5 olacaq.
Başqa bir məsələyə baxaq. Şərtdə deyilir ki, Samir və Nail qumlu sahildə eyni yerdən, eyni istiqamətə hərəkətə başladılar. Samirin addımlarının uzunluğu 65 sm, Nailin addımlarının uzunluğu isə 75 sm-dir. 195 metr məsafədə onların ayaq izləri neçə dəfə üst-üstə düşər? Şərti qısaca qeyd edirəm. İlk növbədə hesablama aparmaq üçün birinci ölçü vahidlərini eyni vahidə gətirməliyik. Yəni 195 metri santimetrlə ifadə etməliyik. Daha sonra isə Samir və Nailin addımları ilk dəfə hansı nöqtədə üst-üstə düşür, bunu tapmalıyıq. Bunu tapmaq üçün də təbii ki 65 və 75-in əkobunu, yəni hər ikisinin bölündüyü ən kiçik ədədi tapmalıyıq. 65 sadə vuruqlarına ayıraq. 75-i sadə vuruqlarına ayıraq. Bu ədədlərin əkobunu tapaq. Əkobu tapma qaydasını xatırlayırıq. İlk öncə ortaq vuruqları götürürəm. Ortaq vuruq 5-dir. Daha sonra hər ikisində olan ortaq olmayan vuruqları götürürəm. 13, vurulsun 3, vurulsun 5 və bunların hasilini tapıram. Cavab 975 sm, yəni Samir və Nailin addımları ilk dəfə 975-ci santimetrdə üst-üstə düşəcək. İndi isə sualımızın şərtinə baxaq, bizdən nə soruşulmuşdu? Bizdən tələb olunur ki, 19500-cü santimetrdə bunların addımları neçə dəfə üst-üstə düşər? Biz nəzərə alsaq ki, Samir və Nailin addımları yalnız hər 975 santimetrdən bir üst-üstə düşəcək və bizdən tələb olunan 19500-dən neçə dəfə üst-üstə düşdüyüdürsə, İlk öncə 19500-ü bölək bunların ikisinin addımlarının əkobuna, yəni 975-ə. Cavab olacaq 20. Amma cavab burada 20 yox, 21-dir. Nəyə görə? Bunu izah edirəm indi. Nəyə görə 20 yox, 21? Çünki bunların başlandığı nöqtədə də zaten ayaq izləri üst-üstə düşürdü. Lakin biz hesabladığımız 20 başlanğıc daxil eləmir içərisinə. Hesabladığımız 20 ilk dəfə 975-ci santimetrdə ayaqları üst-üstə düşdü və ondan sonraki üst-üstə düşənləri hesablamış olduq. Amma bizə lazımdır ki, ümumilikdə neçə dəfə ayaq addımları üst-üstə düşür. Ona görə də başlanğıc nöqtəni də saymalıyıq və beləliklə Samir və Nailin addımları 21 dəfə üst-üstə düşmüş olacaq. Keçən növbəti suala. Sualın şərti belədir ki, 5, 6 və 7 ədədlərinə bölündükdə qalıqda 2 alınan ən kiçik natural ədədin rəqəmləri cəmini tapın. Əgər biz istəyiriksə ki, bizə verilən ədədlərə bölündükdə qalıqda 2 alınan ədədi tapaq, ilk öncə bu ədədlərə qalıqsız bölünən ədədi tapmalıyam ki, ondan sonra onun üzərinə 2 gəlib qalıqda 2 qalan ədədi tapım. Ona görə də ilk növbədə 5, 6 və 7 ədədlərinin bölündüyü ən kiçik natural ədədi tapmalıyam. Yəni, bu ədədlərin əkobunu hesablamalıyam. Biz öyrənmişdik ki, ardıcıl tək və ardıcıl natural ədədlər qarşılıqlı sadə ədədlərdir. Yəni, bu üç ədədin əkobunu tapmaq üçün biz bunların hasilini tapmalıyıq, çünki bunlar qarşılıqlı sadə ədəddir. Yəni, əkob 5, 6, 7 bərabərdir 5 vurulsun 6 vurulsun 7. O da bərabərdir 210. 210 ədədi bu ədədlərin qalıqsız bölündüyü ən kiçik natural ədəddir. Amma bizdən tələb olunur ki, qalıqda 2 alınan ən kiçik natural ədədin rəqəmlərinin cəmini tapın. 210 ədədi əgər bu ədədlərin bölündüyü ən kiçik natural ədəddirsə, qalıqda 2 alınan ədədi tapmaq üçün isə bu ədədin üzərinə 2 gəlməliyəm. Yəni 212 ədədini bu ədədlərin hər üçünə böldükdə qalıqda 2 qalacaq. Bizdən isə bu natural ədədin, yəni 212 ədədinin rəqəmlərinin cəmini soruşur. Yəni 2 üstə gəlib 1, üstə gəlib 2 bərabərdir 5. Cavab 5. Növbəti suala baxırıq. A natural ədədinin 5 sadə vuruğu var. B natural ədədinin isə 9 sadə vuruğu varsa, A vurulsun B ədədinin neçə sadə vuruğu var? Şərti yazıram. A ədədi 5 sadə vuruq. B ədədi isə 9 sadə vuruğun hasilidir. İlk öncə bunu xatırlayaq ki, onun sadə vuruqlarının hasilinə bərabərdir zaten. Yəni 10 ədədi
bu ədədin sadə vuruqlarının hasilinə, yəni 2 ilə 5-in hasilinə bərabərdir. Yəni biz A və B ədədinin hasilini tapdıqda, elə bu sadə ədədlərin də hasilini tapmış oluruq. 5 dənə burada, 9 dənə burada varsa, toplam 14 dənə sadə ədədin hasilidir. Yəni A və B ədədinin hasilində 14 sadə vuruq var. Başqa bir məsələyə baxaq. İdmançıları əvvəlcə hər cərgədə 5 nəfər, sonra isə hər cərgədə 3 nəfər olmaqla sıraya düzdülər. İdmançıların sayı 80-dən çox və 100-dən az olarsa, onların sayı neçədir? İdmançıların sayını x ədədi ilə işarə etsəm, x ədədi həm 5-ə, həm 3-ə qalıqsız bölünür ki, biz bunu həm 5-5, həm 3-3 yığa bilək, düzdürmü? Yəni biz həm 3-ün, həm 5-in qalıqsız bölündüyü ədədlərə baxmalıyıq. Bu da o deməkdir ki, ilk növbədə bu ədədlərin əkobunu tapmalıyıq. Bu ədədlər qarşılıqlı sadə ədəd olduğu üçün əkobu elə bunların hasilinə bərabərdir, yəni 15-ə. Əkobu tapdıq, amma bizdən tələb olunur ki, idmançıların sayı 80 və 100 arasındadır. Yəni 80-dən çox 100-dən azdır. O zaman biz 15 ədədinin qalıqsız bölündüyü ədədlərə baxaq. 15, 30, 45, 60, 75, 90 və 105. Bizə də lazımdır ki, 80 və 100 arasında olsun, yəni cavabımız 90 olacaq. 90 ədədi həm 3-ə, həm 5-ə qalıqsız bölünür və bunu tapmaq üçün biz ilk öncə bu ədədlərin əkobunu tapıb, daha sonra əkobun hasillərinə baxmalıyıq. Belə bir sual da var. Əslində biz kəsri keçməmişik, amma burada izah eləyəcəm qısa olaraq. N bölünsün 12, N bölünsün 18, N bölünsün 10 bizə bildirir ki, bu ifadələrin cəmi natural ədəddir. Ümumiyyətlə, biz bildiyimiz kimi kəsir bölmək deməkdir. Yəni, surətin məxrəcə bölünməsi deməkdir. Yuxarıda dayanan ədədin, aşağıda dayanan ədədi bölünməsi deməkdir. Və biz bilirik ki, natural ədədlər bizim say zamanı istifadə etdiyimiz ədədlərdir. Yəni, kəsr ədədlər natural deyil. Ona görə də bizə şərtdə verir ki, bu ifadələrin cəmi natural ədəddir. Yəni, n bölünsün 12 hər hansısa tam natural bir ədədə bərabərdir və bu o deməkdir ki, n 12-yə qalıqsız şəkildə bölünür. Eyni zamanda 18-ə və 10-a da qalıqsız şəkildə bölünür və bizdən tələb olunur ki, n-in ən kiçik qiymətinin rəqəmləri cəmini hesablayaq. Biz birinci baxmalıyıq ki, n-in ən kiçik qiymətini necə hesablamalıyıq. Bu halda bizə əkobun tapılması köməklik eləyəcək. Çünki biz şərtdə dedik ki, bu ifadələrin cəmi natural ədəddir. Yəni, n ədədi həm 12-yə, həm 18-ə, həm 10-a qalıqsız bölünməlidir. Və bu 3 ədədin bölündüyü ən kiçik ədəd olmalıdır. Yəni, əkobu olmalıdır bu ədədlərin. Deməli, biz hesablamalıyıq. Əkob 12, 18 və 10-u. Birinci növbədə ədədlərimizi sadə vuruqlarına ayırırıq. İndi isə bu ədədlərin əkobunu hesablayaq. Mən birinci üsulla hesablayacağım. Əgər sizə rahatdırsa, ikinci üsulla da hesablaya bilərsiniz. Birinci üsulda necə demişdik? Birinci hər bir ədədin ortaq vuruqlarını götürürük. Ortaq vuruğu bir dəfə yazıram. Daha sonra isə ortaq olmayan bütün vuruqları yazıram. Yəni, burada qeyd elədiyim bütün vuruqları yazırıq. 2, 3, 3, 3 və 5 və bunların hasilini tapıram. Cavab 540. Əkobu hesabladıq və bildik ki, n ədədimiz 540-dır. Yəni, həm 12-yə, həm 18-ə, həm 10-a bölünür. Və bu 3 ədədin bölündüyü ən kiçik natural ədəddir. Rəqəmlərinin cəmini tapmağımızı istəyir. Yəni 5 üstəgəl 4 üstəgəl 0 bərabərdir 9. Bu misalın cavabı 9. Beləliklə bugünkü videomuzun sonuna gəldik. Çalışdım ki, əbob və əkobun tətbiq olunduğu sadə misallara baxaq ki, ilk öncə bu mövzunu daha yaxşı qavraya bilək. Təbii ki, gələcək mövzularda bunların tətbiq olunduğu daha çətin misallara da baxacağıq. Amma bu kanalda mən riyaziyyatın sıfırdan öyrənilməsi ilə bağlı videolar paylaşdığım üçün çalışdım ki, baxdığımız mövzular yalnız keçdiyimiz şeyləri əhatə eləsin. Əgər videonu bura qədər izləmisinizsə, videonu bəyənməyi, kanala abunə olmağı və fikirlərinizi rəylərdə mənlə bölüşməyi unutmayın. Onlayn və əyani dərslər üçün də şərh bölməsində qeyd etdiyim nömrə ilə əlaqə saxlaya bilərsiniz. Ümid edirəm ki, bu misallar mövzunu daha yaxşı qavramağınızda sizə kömək etmişdir. İzlədiyiniz üçün təşəkkür edirəm. Hələlik.